Blok imtahanda istifadə olunmuş belə bir suala baxaq. Deməli, sual bundan ibarətdir ki, A-nın hansı qiymətlərində 2 sinus x plus cosinus x bərabərdir kökdə 5 loqaritma 2 əsasdan A tənliyin həlli vardır. Burada biz diqqətlə baxsaq, bu hissədən görərik ki, bunun hazır bir qaydası var. Deməli, A sinus x plus minus B cosinus x ifadəsinin daxil olduğu aralıqlar hansılardır? Mənfi kök altında A kvadratı plus B kvadratı və müsbət kök altında A kvadratı plus B kvadratı aralığında qiymətlər alır. O zaman biz burada tətbiq eləsək bura, B-nin yerində 1, A-nın yerində isə 2 durur. Bunların kök altında kvadratları cəmi bizə verəcək. Yəni, mənfi kökdə 5 və müsbət kökdə 5. Yəni, kök altında 5 loqaritma 2 əsasdan A bu aralıqlarda qiymətlər alır. O zaman yerinə qoyub həll eləsək, deməli, mənfi kökdə 5-dən böyük olacaq, böyük daxil olacaq. Kök altında 5 loqaritma 2 əsasdan A və kökdə 5-dən isə kiçik daxil olacaq. İndi isə burada hər tərəfi kökdə 5-ə bölsək, kökdə 5-lər gedər. Geriyə nə qalar? Geriyə qalar mənfi 1-dən böyük daxildir loqaritma 2 əsasdan A və 1-dən kiçik daxildir. Burada artıq ayrı-ayrı həll edəcək. Deməli, mənfi 1-dən böyük daxildir loqaritma 2 əsasdan A. Yəni, burada A 2 üstü mənfi 1-dən böyük daxil, bu isə 2-də 1 deməkdir. Bu isə 2-də 1 deməkdir. Digər tərəfdən isə loqaritma 2 əsasdan A kiçik daxildir 1-dən və buradan isə alırıq ki, deməli, A kiçik daxildir 2-dən. Yəni, A-nın qiymətləri burada olacaq 2-də 1-dən 2-yə kimi, hər ikisi də daxildir. Və bu da B variantına verilibdir. Çünki 2-də 1 deyil, 0,5 deməkdir.